Salam yoldaşlar. Deməli testin izahını edirəm. Sınaq 3-ün izahını edirəm. Sınaq 3, 3-cü qrupda olan sınaq 3-ün izahını edirəm. Çalışın bütün testlərə diqqətlə baxın. Baxın, yavaş-yavaş izah edəcəm. Vaxtınız yoxdursa belə 2x-la da olsa, çalışın izahlara baxın. Deyək, başladıq. Deyək ki, Səfəvi dövlətin mərkəzləşməsi yolunda atılan addımları müəyyən edin. Hansı addımları demişdik mərkəzləşmə yolunda? 1538, bir də 1551 idi. Elə 1538-də Şirvanşahlar dövlətini süquta uğratmışdı mərkəzləşmə yolunda. Bir də 1551-də Şəki hakimliyini özünə tabe etmişdi. Baxırıq variantlara. Şirvanşahlar ləğv edərək Səfəvi dövlətinə birləşdirilməsi cavabımızdan biri olacaq. Şahın yanında qanunverici məclis ümumiyyətlə hər hansısa bir monarxiya dövlətinə qanunverici məclis ola bilməz. Bu yanlışdır. Kökündən bu belə variant. Şəki hakimliyinin müstəqilliyinə son qoyulmaz. Cavab nə olacaq? 1-dən 3 olacaq. Cavab olacaq C bəndi. Əmir-ül-Ümarə dövlətinin ikinci şəxsi təyin edilməsi, bu da belə bir şey yoxdur. Əmir-ül-Ümarə Ağqoyun, Qaraqoyun dövlətinədir, dövlətin ikinci şəxsi. Daha sonra ikinci suala keçirəm. Şah İsmayıldan fərqli olaraq Şah 1-ci Abbas İspaniya müttəfiq olaraq İngiltərəyə qarşı mübarizə aparmışdı. Ümumiyyətlə hər hansısa bir Səfəvi şahı İspaniya ilə dost olmamışdı. Bir dənə Şah Abbas idi ki, İngiltərə ilə əbədi müqavilə bağladı, əbədi dostluq müqaviləsi 1621-ci ildə və nəyə görə? Hörmüzü Portuqallardan almaq üçün. Osmanlı dövləti müqavilə imzalamışdı. İsmayıldan olaraq deyək ki, Abbas, bu doğrudur. Cavabımız bu olacaq. İsmayıl Osmanlılarla müqavilə imzalamamışdı. Abbas isə Osmanlılarla müqavilə imzalamışdı. Deyə bilərik 1590 İstanbul, Sərab sülhü, Mərənd sülhü. Daha sonra Osmanlı dövləti ilə müharibə aparması oxşardır. Bunun onun üçün götürmür. Şeybani qoşunlarının məğlubiyyətə uğratması oxşardır. Şah İsmayıl Şeybaniləri 1510 Məv döyüşünə məğlub etmişdi. Şah Abbas Şeybaniləri 1599-da məğlub etmişdi. 16-cı əsrdə hakimiyyətdə olması hər ikisi üçün oxşardır. A isə ümumiyyətlə deyir ki, heç birinə aid deyil. Baxın, bu heç birinə aid deyil. Amma C, D, Y oxşardır. B-də fərqli olduğunu görə cavabımız B olacaq. Baxın, siz də bu formada belə deyək də, qulaq asın ki, testdə. Başa düşün ki, dərs vaxtı soruşanda ki, bu niyə belədir, izahını verə biləsiniz. Onun üçün baxın, izahını yerləşdirəcəm ki, çalışacağam ki, bütün testlərin izahını yerləşdirim, sizin üçün də öyrənmək üçün rahat olsun. Deməli, Gəncə xanlığı, Bakı xanlığı, Qarabağ xanlığı mərkəzçilərə qarşı mübarizə aparmışdı. Deməli, bu testlər qarşımıza çıxa bilər, yoldaşlar. İlk olaraq onu deyim. 1. Sadəcə Gəncə xanlığına aid olanda. 2. Sadəcə Bakıya aid olanda. 3. Sadəcə Qarabağa aid olanı götürməliyik. 4 isə görürsüz, oxşardır. Üçünə də, hər üçünə də aid olanı götürməliyik. Mərkəzçilər demişdim ki, dərsdə mərkəzçilərə qarşı mübarizə aparmaq ancaq və ancaq Qarabağdadır. Sultanlıqları tabe etmək ancaq Şəki xanlığıdır. Hansısa sultanlığın tabe edilməsi yazılırsa Şəkidir, mərkəzçilərin tabe edilməsi, mərkəzçilərə qarşı mübarizə aparmaq isə Qarabağdadır. Deməli nə oldu? 3 oldu A. 3-ə yazırıq A. Rus qoşunlarının işğalına məruz qalması hamısına aiddir. Bütün Azərbaycan xanları şimalda yerləşən xanlıqlardan söhbət gedir. Rusların belə deyək də işğalına məruz qalmışdı. Bunu yadımızda saxlayaq birbaşa. Quba xanlığından Nicət diplomatiyası vasitəsilə asılığa düşmüşdü. Bu hansı? Bu da Bakı idi. Ziyadoğlu sülaləsi tərəfindən idarə olunan Gəncə idi. Bayat döyüşündə qalib gəlmişdi. Bu da Qarabağ xanı idi, Y idi. Deməli nə olacaq yoldaşlar? Deməli 1-ə olacaq D, 2-yə olacaq C, 1-ə D, 2-yə C. Deməli 1-ə D, 2-yə C, bir dənə qalır nə? Cavab qalır bu variant. Cavab qalır C bəndi qalır. Deməli yoldaşlar, baxın, diqqətlə baxsaq, burada heç bir variant bilməsəz belə yenə C-ni tapa bilərdiniz. Baxın, C-yə baxın, dim də bu tipdir. Dimin, yəni bu dimin testidir. Yəni dim bu formada test hazırlayıbsa, deməli qəbulda da bu tipdə düşə bilər. Bir dənə Rus qoşunlarının işğalına bütün xanların məruz qalmasını biz bilsək, onunla da bir dənə cavabı tapa bilərik. Baxın, bir dənə C-də var. Heç birində yoxdur. 4-də bir dənə B uyğun gəlir. Yəni Rusiyanın işğalına məruz qalması ümumi anlayışdır. Yəni düşünsək ki, Bakını da Gəncəni 1804-də, Bakını 1806-da, Qarabağ xanlığın 1805 işğal kimi götürə bilərik və yaxud da 1805, 6, 1822-də işğal edib ləğv edib belə deyək də bunları götürmək olar. Yəni bütün Azərbaycan xanlıqlarını ləğv etməsini bilsəydik, bir dənə burada doğru cavab çıxardı. Daha sonra 4-cü sual. 17-ci əsrin ikinci yarısında Səfəvi dövlətindən ticarət imtiyazları almış dövlətin müasir xəritədə müəyyən edin. Hansı dövlət idi? Baxın, Səfəvilərdən ticarət imtiyazı alanlar kim idi? Belə deyək, buradan yazım. 1667-dən söhbət gedir də. Kim idi Səfəvilərdən? Rusiya idi də. Rusiyada 5 olacaq. Ruslar Səfəvilərdən ticarət imtiyazı almışdı 1667-də, 1717 İsfahanda, yadınıza salın. 1732-də Rəşdə var idi, 1735-də Gəncədə var idi. Bunları yadımızda qalsın. 5-ci sual. Peterburq, Bağdad, Gəncə. Peterburq 1733-dür. Üzr istəyirəm, Peterburq 1723-dür. Bağdad 1733-dür. Gəncə isə 1735-dir. Dərbənddən Gilana qədər Xəzəryanı bölgə Rusiya ilhaq edilirdi. Bu hansıdır? Bu aid olacaq Peterburqa. Hansı ki
Şah Təməzi bu müqaviləni tanımırdı. Bağdad müqaviləsi 1733-dür. Osmanlılar son 10 ildə işğal etdiyi əraziləri geri qaytarmalıdır. Bu da doğrudur. Bunu da Osmanlı sultanı təsdiq etmirdi. Bunu da yadımızda qalsın. Gəncə müqaviləsi isə Rus tacirlərinin Səfəvi dövlət ərazisinə sərbəst gömrük ticarət imtiyazları bir daha təsdiq edildi. Bir daha təsdiq edildi deyilsə, bu Gəncə müqaviləsidir yoldaşlar. Bu aid olacaq C. Burada yoxdur. Amma Rəşd müqaviləsində deyəcək ki, Rus tacirlərinə Səfəvi dövlət ərazisinə sərbəst gömrüksüz ticarət imtiyazları verildi. Verildi deyəndə Rəşd müqaviləsidir. Təsdiq olundu deyəndə Gəncə müqaviləsidir. Gəncə müqaviləsini xatırladaq ki, əsas mənası nə idi? Yadımıza salaq ki, Ruslar Terek çayından cənubdakı bütün Səfəvi torpaqlarının Səfəviləri qaytarırdı və bütün işğal etdikləri Səfəvi torpaqlarının Səfəviləri qaytarırdı. Və Rus ordusu Səfəvi dövlətinin ərazisindən çıxarılırdı. 6-cı sual daha əvvəl olmuşdu. Cavuşan döyüşü 1774, Qarababa 1809, Aslandüz 12, 1812, Qaraçəmən 1761, burada da Qaraçəmən olacaq. Sultanbudda 1812. Cavuşan döyüşündə Qubalı Fətəli xan xanlarla mübarizə aparmışdı, hansı ki Qarabağ, Şəki, Şamaxı, Dağıstan hakimləri məğlub olmuşdu. Qaraçəmən döyüşündə Urmiyalı Fətəli xan əfşər Kərim xana məğlub olmuşdu. Qarababa döyüşü Rus Qacar müharibəsində idi. Bugünkü dərsimiz olacaq. Qacarlar qalib gəlmişdi. Aslanduz Sultanbud döyüşündə də Qacarlar qalib idi 1812-də. Aslanduz döyüşündə isə Ruslar qalib gəlmişdi. 7-ci sual. Xəritədə ərazisi ulduzla işarələnmiş xanlığı müəyyən edin. Bu hansı xanlıqdır? Xanlıqların xəritəsini atmışam qrupa bir neçə dəfə. Çalışın o xanlıqların ərazisini öyrənin. Baxın, bu xanlıq Şamaxı xanlığıdır. Daha sonra bu xanlıq Qarabağ xanlığıdır, göstərə bilərlər. Bu Urmiya xanlığı olacaq. Bu Təbriz xanlığının ərazisi olacaq. Bu Naxçıvan olacaq. Bura İrəvan olacaq. Bu ərazi Gəncə olacaq. Bu Şəki olacaq. Bura Quba olacaq. Bu xanlıq Bakı olacaq. Bu xanlıq Lənkəran olacaq. Bunları belə deyək də, bu əsas göstərdiyim xanlıqlar əsas xanlıqlardır. Bu da Xoy xanlığıdır yoldaşlar. Bunları da öyrənək. Bir daha təkrar edirəm. Bu Şəki Şamaxıdır. Üzr istəyirəm, Şamaxı xanlığıdır. Bu Bakıdır bura. Daha sonra bura Lənkərandır. Sırayla gəlirəm. Bura Təbriz xanlığıdır. Daha sonra nədir? Bu xanlıq olacaq Urmiya xanlığı. Bu ərazilər ümumiyyətlə Urmiya xanlığının əraziləridir. Daha sonra bu xanlıq Xoy xanlığıdır. Bu xanlıq Qarabağ xanlığıdır. Bu xanlıq olacaq nədir? Naxçıvan xanlığı. Bu İrəvan xanlığıdır. Bu Manku xanlığıdır. Elə də ehtiyac deyil öyrənmək bunları. Bu xanlıq bu ərazilərdə Gəncə xanlığıdır. Bu ərazilərdə olan yerlər. Belə, bu ərazidə Şəki xanlığıdır. Gəncənin yuxarısı Şəkidir. Gəncənin aşağısı Qarabağdır. Gəncənin sağında Şamaxıdır. Şamaxının yuxarısında da Qubadır. Bunları öyrənməliyik bu xanlıqların ərazilərini yoldaşlar. Deməli, söhbət Şamaxı xanlığından gedir. Şamaxı xanlığında nə var idi? İki hakimiyyət var idi. Azərbaycanda iki dənə xanlıqda iki hakimiyyət olub. Bir Şamaxı xanlığı yaranandan 1747-dən 1763-ə qədər. Bir də Gəncədə. Bir deməli Şamaxıdır, iki hakimiyyətlik olmuşdu. Bir də ki, Gəncə xanlığında iki hakimiyyətlik olmuşdu. Bunu yadımıza saxlayaq. Məhəmməd Həsən xan Qacarın yürüşünə məruz qalması. Bu 1757-də Məhəmməd Həsən xan Qacarın Qarabağ idi. Hacı Səbəb xanın asılılığını qəbul etməsi bu Şamaxı xanlığına aid deyil. Urmiya xanlığının asılılığının altına düşməsi bu da aid deyil Şamaxıya. Qızılqaya xəyanətində də iştirak etməmişdi Şamaxı xanlığı. 8-ci sual. 18-ci əsrin 20-ci illəri və 90-cı illəri. Baxın, bu belə sual düşəndə yazın yuxarıda 1720 və 90. Yəni bu dövrə aid olanı tapırsınız da. Deməli, Rus qoşunlarının yürüşünə məruz qalması 1720-ci illərdə Pyotr, 1796-da Zubov. Cavab olacaq A bəndi. Amma əgər sualı tapa bilmirsə, baxırıq digər variantlara. Səbəbi Osmanlı müharibələrinin baş verməsi ola bilər. 1790-cı illərdən Səfəvilərdən söhbət gedə bilər yoldaşlar. Gedə bilməz. Çünki Səfəvilər 1736-da süquta uğramışdı. Xanlıqların meydana gəlməsi 1720-ci illərdə xanlıqlar var idi. Xeyr. Xanlıqlar nə vaxt yaranmışdı? 1743-də. Yəni 43-47-də, yəni bu 43-də Şəki xanlığı yaranan. Əsasən xanlıqlar 47-də yaranıb da. Qacarların yürüşünə məruz qalması. Qacarların 20-ci illərdə ümumiyyətlə Qacarlar Azərbaycana yürüş etmişdi. Xeyr, Qacar dövlət deyil, bir dövlət yoxdur. Amma 90-cı illərdə yürüş etmişdi. 95-97. Ağa Məhəmməd xan Qacar. Bu da aid deyil. Ölkə ərazisində Osmanlı idarə etmə sisteminin mövcud olması. 20-ci illərdə var idi. 25, hansı ki 35-ci illərdə, 35-ci illərdə Osmanlıların idarə etmə sistemi var idi. Amma 90-cı illərdə biz söhbət gedə bilər Osmanlıların idarə etmə sistemindən. Xeyr, Osmanlılar gəlməmişdi həmin dövr Azərbaycanda. Yanlışdır. Yəni cavab nə qədər A bəndi olur. 9-cu sual. Deməli, düzəldəşmə bir olacaq. 1578-90 səbəbi Osmanlı müharibələrinin aid 4 dənə döyüş yazılmışdı. Məncə gəlir Çıldır döyüşü, Niyazabad döyüşü, üzr istəyirəm, Çıldır, Molla Həsənli, Niyazabad, Sufyan döyüşü. Demişdim ki, birinci döyüşlə, Çıldır döyüşlə, Sufyan döyüşü, axırıncı döyüşdə Osmanlılar qalib gəlib. Ortalarda olan döyüşlərdə Səfəvilər qalib gəlib. Birinci döyüşlə, sonuncu döyüşdə kim qalib gəlib? Osmanlılar. Çıldır döyüşlə, Sufyan döyüşlə.
ortalarda olan döyüşdə Səfəvilər qalib gəldi. Niyazabad döyüşündə Osmanlı qoşunlarının məğlub edilməsi dedi ki, bu doğrudur. Bizdən amma nəyi soruşur? Səhv soruşur da. Qırım xanının Osmanlı dövlətinin müttəfiqi olması bu da doğrudur. Şeybanilərin Səfəvilərlə müttəfiq olması yanlışdır. Şeybanilər Səfəvilərin müttəfiqi o Səfəvilərin Xorasan ərazisini tutmuşdu, həmin döyüş var. Cavabımız C bəndə olacaq, çünki bizdən yanlış olan soruşur. Xudavəndlərin hakimiyyət dövrü doğrudur. Şirvanın Osmanlı qoşunlarının hücumuna məruz qalması, deməli Şirvanın Osmanlı bu da doğrudur. Hansı ki, Çıldır döyüşündən sonra Şirvanda tutulur Osmanlı tərəfindən. Yoldaşlar, burada bir dənə bu dövrə aid bir dənə xüsusi incəlik sizə deyirəm. Əgər sualda düşsə ki, Şah Abbas bu dövrdə, bu belə 78-90-cı illərdə Səfəvi dövründə hakimiyyətdə olan hökmdarlar kimi idi. Biz burada həm Şah Xudavəndlərin dövrünü götürə bilərik, həm də Şah Abbasın. Çünki Şah Abbas 1578-də hakimiyyətə gəlib. Düzdür, 1587-də hakimiyyətə gəlib. 1587-ci ildə çeviriş oldu, hakimiyyətə gəldi. 1590-cı ildə döyüşlər davam etmişdi. Bu müharibə dövrü 90-cı ilə qədər gedib deyə biz deyə bilərik ki, həm Şah Abbasın dövründə düşür o döyüş. Bu dövr, yəni Səfəvi Osmanlı müharibələrinin ikinci mərhələsi. Bu da bir belə deyək, xüsusi incəlikdir, onu da yadınızda saxlayın. Burada da sadəcə yoldaşlar illəri bilməli. Kirmanşah 1732, Peterburq 1723, Nabur 27, Bağdadda 1733-cü illərdir. Deməli, Kirmanşah müqaviləsində deyirik ki, hansı çaydan söhbət gedir? Araz çayından söhbət gedir. Araz çayı deyirik ki, nə olur? Araz çayı deyirik ki, sərhəd olur Osmanlı Səfəvilər arasında. Peterburq müqaviləsində deyirik ki, Ruslar Xəzəryanı bölgələri tutmaq istəyirdilər, lakin Şah bu müqaviləni tanımır. Naburda deyirik ki, Osmanlı və Ruslar işğal etdikləri ərazilərdə sərhədlər müəyyənləşdirdilər 1727. Bağdadda deyirik ki, Osmanlılar son 10 ildə itirmiş torpaqları Səfəvləri geri qaytarmalıdır. Amma geri qaytarmadılar. Çünki Osmanlı sultanı bunu təsdiq etmədi və Nadir xan yenidən hücumlara başladı. Deməli, Nadir şahın hakimiyyət dövrü. Demişdim ki, dəstə, əgər belə bir sual düşürsə, 100% xanlıq dövrünə aid olan nəsə olmalıdır burada. Nadir şah deyilsə 1736-dan sonra götürməliyik də. 1736-dan sonra plus qoyuram. Olan hadisələri götürür. Amma Nadir xanın 26-36-da fəaliyyət dövrü var. Deməli, Bağdad müqaviləsinə vaxtı 1733-dür. Burada şah idi, yoxsa xan idi, xan idi. Onun üçün bunu götürmürük. Şah II Səbahın Osmanlılarla müharibəyə başlaması 1731-dir. 31-də Nadir nə idi? Şah idi, yoxsa xan idi, xan idi. Onun üçün də götürmürük. Şirvanşah müqaviləsi 1732. Bunda da Nadir ilə xan idi. Rəş müqaviləsi yenə 1733-32. Buna da Nadir ilə xan idi. Onun üçün bunu da götürmürük. Şəkidə üsyanın baş verməsi 1737-38-dir. Bunu götürürük. Cavab olacaq elə A bəndi. 12-ci sual deməli. Şah Abbasın hakimiyyət dövrünə aiddir. Şah II Abbas. Şah II Abbasda yoldaşlar nə demişdim yadınıza salın. Demişdim ki, nələr var Şah II Abbasda? Deməli, sənətkarlar kəndlərin borclarını silib, ədalət divanı yaradıb, ədalət şurası yaradıb ki, ədalətli qərarlar vermək üçün, xalqın hər işinə baxmaq üçün. Bir də daha sonra demişdim ki, xristianların mühüm vəzifələri təyin etmişdi. Ruslarla münaqişə yaşamışdı. Yəni, bunlardan biri olacaq. Əhalini siyahıya almışdı Hüseyn 1699-1702. Peterburq müqaviləsi 1723-dür. O da o Şah II Tamaşba idi. Qəsr Şirin Şah Səfiyə idi 1639. Stepan Razi 1668 olduğu üçün bu 2-ci Abbasa düşmür. 2-ci Abbasın dövrü 42, 66-dır. 66-cı illərdir. Buna düşmür. Rusiya ilə hərbi münaqişənin baş verməsi aiddir. Cavab olacaq Y bəndi. Daha sonra 13-cü sual. 18-ci əsrin əvvəllərində Səfəvi dövlətinin tarixinə aid deyil. 1700-cü illər. Deyir ki, Səfəvi dövlətinin tarixinə aid olmasın. İqtisadi böhran var idi. Götürmük. Bəylərbəyliklərin ləğv edilməsi belə bir xüsusiyyət yoxdur. Bu da aid olmadığına görə cavab belə olacaq. Mərkəzi hakimiyyət zəifli idi, bəli zəifli idi. Əhalini siyahıya almışdı Hüseyn tərəfindən. Mərkəzi hakimiyyətə qarşı qiyamlar, üsyanlar var idi. 1707-1710 Azərbaycanda üsyanlar var idi. Onun üçün aid olacaq. 14. Şirvanşah müqaviləsi. Şirvanşah müqaviləsindən demişdi ki, açar söz nədir? Araz. Araz çayını burada açar söz kimi yadınızda saxlayın Şirvanşahda. 1732-ci ildə olmuşdu. İrəvan, Gəncə, Şirvan Səfəvilərə verilirdi. İndi İrəvan, Gəncə, Şirvan Şimali Azərbaycan demişdi ki, Araz çayından şimaldaş torpaqlar Osmanlılara, Araz çayından cənubdaş torpaqlar Səfəvilərə qalırdı. Bu yanlışdır. Bu Səfəvi yox, Osmanlı olmalıydı. Azərbaycan ərazisi Səfəvi Osmanlı dövlətləri arasında bölüşdürüldü. Bəli. Cavab B bəndi. Osmanlı cənub torpaqları Osmanlıların hakimiyyəti altında qaldı. Azərbaycanın cənub torpaqları Osmanlı yox, bu da Səfəvi olmalıydı. Xəzər sahilində Kür çayından cənubdakı hissəsi Səfəvilərə qaldı. Xəzər sahilinin Kür çayı demişdik ki, hansı müqavilə edir yoldaşlar? 1732 Rəşd müqaviləsində bu aid deyil onun üçün. Kür çayı Səfəvi Osmanlı dövlətləri arasında sərhəd olur. Bu Kür yox, Araz olmalıydı. Arazı burada yadımıza saxlayaq. Şirvanşah, Araz çayı. Bu da yanlış deyil. Cavab olacaq nə burada? B bəndi. 15-ci sual. 17-ci əsrin deyək ki, ikinci yarısına aiddir.
Yəni 1650-ci ildən sonraya aid olan soruşur da, 1650 plus qoyuruq. Deməli, Mərənd sülhünün imzalanması 1618-də aid deyil. Sınıq körpü 1618-də aid deyil. Rusiya səbəbi münaqişəsinin başlanması 1653-dür. Bu aid olacaq. Qəsr şeiri 1639-da aid deyil. İrəvan səbəblər tərəfindən azad edilməsi 1604-də aid deyil. Cavab nə olacaq? C bəndi. Baxın, bu qədər sadə və bəsit düşür imtahanda da sual var. 16-cı sual. Hansı müqavilədə səfərbələrin itirilmiş torpaqların geri qaytarılması nəzərdə tutulması? Rəşddə nəzərdə tutulurdu. Rəşd belə deyək də 1732-dir. Rəşddə deyir ki, hansı nədir? Kür çayından cənubdakı torpaqlara kimə qaytarılmalıdır? Səfərblərə, ruslar qaytardı. Gəncədə deyir ki, Terek çayından torpaqlar geri qaytarılır səfərblərə. Şirvanşahda deyir ki, Cənubi Azərbaycan torpaqları səfərblərə verilirdi Osmanlılar tərəfindən. Peterburqda qaytarılırdı hər hansı torpaq? Xeyr, ruslar Xəzər sahili torpaqları əl almaq istəyirdi. Bağdadda deyirlər ki, Osmanlılar son 10 ildə işğal etdikləri torpaqları geri qaytarsın. Yəni torpaq geri qaytarmaq məsələsi var. Burada cavab nə olacaq? Onun üçün D bəndi Peterburq müqaviləsi olacaq. 17-ci əsrin ikinci yarısına aid memarlıq abidələrini müəyyən edin. Şeyx Cüneyd məqbərəsi. Bu ümumiyyətlə bu məqbərələr demişdi ki, Şeyx Cüneyddir, Heydərdir, Şeyx nədir? Səfidir. Bunlar hamısı 16-cı əsrə aiddir. Burada Təbrizə görməsi də 15-ci əsrə aid. Cavabları 2, 3, C bəndi. Mədəniyyət hissəsində ara bir dərs salıb gedəcəm imtahana kimi inşallah. Deyək ki, Muğan qurultayı. Muğan qurultayı nə vaxtdır? 1736-cı ildə Muğan qurultayı. 736-cı ildir. Müzakirə olunan əsas məsələ hakimiyyətin kimin gəlməsi ilə bağlıdır. Qızılbaş tayfa nümayəndələri burada yeni şahın başqa sulardan seçilməsinə qarşı çıxsalar da istəklərinə nail ola bilmədilər. Mətndə baş vermiş hadisələrin nəticəsində Azərbaycan torpaqlarının mərkəzləşmə prosesi baş tutmadı. Belə bir şey yoxdur. Nəticəsi olaraq yoxdur da bunun. Azərbaycan torpaqları ya da nəzarətinə altına düşdü. Bu da xeyli yanlışdır. Çünki biz Nadir Şahı Azərbaycan dövlətinin hökmdarı kimi tanıyırıq, ya da elə deyildi. Səfəvi dövlətində son qoyuldu. Bəli, son qoyuldu. Bu qurultay nəticəsində. Əfşarlar sülaləsi hakimiyyətə gəldi. Nadir xan Əfşar doğrudur. 3-4 cavab D bəndi olacaq. 19-cu sual. Daha əvvəl baş vermiş qəsr şiiri 1639, Hacı Səhəbin başçılığı düşən 1743, Bağdad müqaviləsi 1733, Sınıq körpü döyüşünün baş verməsi 1618, Abbasın Bağdad ələ keçirməsi bu 1622-dir. Hansı ki, Osmanlı öləndən sonra ələ keçirir Bağdadı Şah Abbas. Bunu dəqiq yadınızda saxlayın. Burada daha əvvəl olan nədir? 1618 Sınıq körpü döyüşü olacaq, cavab olacaq D bəndi. İrəvan xanlığı Gəncə xanlığından fərqli olaraq türk mənşəli sülalə tərəfindən idarə olunması bu oxşardır. Hər ikisi də türk mənşəli idi. Gürcü qoşunlarına qarşı mübarizə aparmaq oxşardır. Hər ikisi də gürcülərə qarşı mübarizə aparmışlar. Rus qoşunlarının işğalçılıq yürüşünə müqavimət göstərməsi, Rus qoşunlarının işğalçılıq müqavimətinə belə deyək də, Rus qoşunlarına qarşı müqavimət göstərmək çox xanlarda olmuşdur. O cümlədən İrəvan və Gəncədə də olmuşdu deyə bilərik. Azərbaycanın şimal torpaqlarında yaranması oxşardır. Osmanlı dövlətindən həmsərhəd olmasa, sadəcə İrəvana aiddir. Gəncədə yox idi Osmanlı dövlətindən sərhəd olması. Baxın, sual düşəndə narahat olmayın. Yəni əslində mövzu haqqında məlumatınız olsa, vacib bilginiz olsa, həm biraz da məntiqinizi işlətsəz rahat tapa bilərsiniz. Hadisə nəticə əlaqələrini doğru verildiklərini tapın. Səfərblər arasında birliyin olmaması, Çıldır döyüşündə Səfəvi qoşunların məğlub olması. Doğrudur da bu. Cavabımız nə olacaq? A bəndə olacaq. Baxaq digərləri niyə səhvdir. Səbəbi Osmanlı müharibələri, Səfəvlərin paytaxtının Təbrizə köçürülməsi. Baxın, bunu bəzən nə edirlər? Hadisə nəticə əlaqəsini qoyurlar. Doğru cavabı aparıb Y variantına verirlər, D variantına. Birinci yazırlar bunu. Səbəbi Osmanlı müharibələri başlaması. Ax biz də demişik ki, 1555-də paytaxt Təbrizdən köçürülür. Amma burada yazıb Təbrizə köçürülür. Baxın, bir dənə şəkilçi ilə bizi anladılar. Bu olacaq nə səhv olacaq. Çünki Təbrizə köçürülməmişdi. Təbrizdən köçürülmüşdü Qəzvinə, səbəbi Osmanlı müharibələri nəticəsində. Onun üçün B olmur. Baxın, bunların hamısını dərsdə soruşacağam. Çünki imtahanda da bu tipdə düşür. Yəni bu testləri onun üçün çəkirəm ki, yəni bilirsiniz də bu testlər təzə çıxıb. Onun üçün bu testlərin hazır videosu yoxdur. Bu testləri oturub bir-bir onun üçün çəkəcəm ki, yəni digər abituriyentlərimlə sizlər də rahat şəkildə işləyə biləsiniz deyə. Şirvanşahların süquta uğraması. Nə vaxt süquta? 1538-də. Səfəvi dövlətinin mərkəzləşmənin başlatması demiş ki, Şəki iləndir. 1551-də. Onun üçün bu olmayacaq. Krım xanının Osmanlı dövləti ilə müttəfiq olması, Niyazabad döyüşünə Osmanlıların qalib gəlməsi. O 4 dönəm döyüşü əzbər yadda saxlayın. Və imtahanda düşsə o formada yazın arıcılıqlar. Birinci Çıldır, sonra Molla Həsən, Niyazabad və Sufyan. Və deyin ki, müəllim demişdi ki, birinci döyüşdən axırıncı döyüşdə ancaq Osmanlılar qalib gəlir. Burada isə deyir ki, bu döyüşdə Osmanlılar Niyazabad, yəni ortada olan döyüşdə Osmanlılar qalib gəlməyib. Onun üçün bu yanlışdır. Abbasın İspaniya ilə demişdi ki, heç Səfəvi dövlət hökmdarı İspaniya ilə ittifaq qurmayıb. Sadəcə bir dənə İngiltərə ilə ittifaqı var. Onun üçün bu da yanlışdır.
22-ci sual. Gürcüstan sülhünə görə Qacarların tərkibində qalan şimal xanlıqları 2 dənə xanlıq idi. Biri Naxçıvan xanlığı idi, bir də ki İrəvan xanlığı idi. Cavab olacaq nə 1-2 B bəndi. Quba xanlığına aiddir. Dərbəndin birləşdirilməsi doğrudur 1757-ci ildə. Qarabağ xanlığının asılı salınması yanlışdır. Qubalı Fətəli xan bir dənə Qarabağı tutamır 1781-də yürüş edir. Bir də 1784-cü ildə uğursuz olur, Ərdəbilə yürüş edir, oranı tutsa da oradan geri qayıtmaq məcburiyyətinə qalır. Yadımızda saxlayaq. Qacarlar sülaləsi tərəfindən idarə edilmirdi. Azərbaycanın şimal torpaqlarına birləşdirilmişdi. Doğru. Cavab olacaq nə? 1-dən 4. 24-cü sual. Qacar müharibəsinə aid, 1-ci Rus-Qacar müharibəsinə aid döyüşlər müəyyən edin. Baxın, döyüşlər keçən dərs yazılmışdım. Dedim ki, əzbərləmək lazımdır. Əzbərləyin o döyüşlər. Qarabağ döyüşü 1809, Sultanbuda aid olacaq. Cavanbulaq deyil, 2-ci Rus-Qacardır. Aslanduz aid olacaq. Sədirabaddır, 2-ci Rus-Qacardır. 2-ci Rus-Qacarda demişdik ki, Şəmkir, Gəncə, Sədirabad nədir? Bir də ki, Cavanbulaq döyüşləri var. Yadımıza saxlayaq. 25-ci sual. Türkmənçay sülhünün şərtləri. Türkmənçay sülhü nə vaxt idi? 1828. Belə sual düşəndə Türkmənçay olsun, nə olsun, hansısa döyüş olsun. Elin yuxarıdan yazın kitabçada mütləq. Azərbaycan torpaqları Rusiya və Qacarlar dövləti arasında 2 hissəyə parçalandı. Azərbaycan torpaqları Rus və Qacarlar arasında 2 hissəyə parçalandı. Bu doğrudur. Ermənilər kütləvi şəkildə Azərbaycana köçürüldü. Bu da doğrudur. Rusiya ilə Xəzər dənizi donanma saxlama hüququ əldə etdi. İlk dəfə yazdığı üçün yanlışdır. Çünki ilk dəfə Rusiya Xəzər dənizində donanma saxlama hüququnu bundan əvvəl 1813 Gürcüstan müqaviləsində əldə etmişdi. Onun üçün 3 yanlışdır. Bir də yoldaşlar, burada Səfəvi dövləti yazıb. 1828-ci ildə Səfəvi dövlətindən söhbət gedə bilər, gedə bilməz. Bu da yanlışdır. Burada Səfəvi dövləti yox, Qacar dövləti yazsaydı doğru olardı. Deyir, Qacar dövləti ərazisində Rus tacirlərinin gömüşsüz ticarət hüququ verilir. Bu da doğru olardı. Onun üçün 3-4 yanlışdır. Cavab olacaq 1-dən 2. 26 da xronoloji ayrılıqdır. Nadir Şah elan edildi 1736-da. Bayat savaşı 48, Nadir Şahın Hindistan yürüşü 1738, İslam Mirza üsyanı başladı 1743. 27-ci sual. Deməli 27-ci sualda deyir ki, uyğunluğu müəyyən edin. 30-cu və 40-cı illər. Şirvanda 2-ci İslam Mirza üsyanı, 1 və 2-ci İslam Mirza üsyanı 1743 Şirvanda olmuşdu. Yadımızda qalsın. 1, 2-ci İslam Mirza üsyanları 1743 Şirvanda olmuşdu. 43-dürsə bura nə olacaq? A-ya aid olacaq. Deməli bu A aid olacaq. Nabur müqaviləsi 1727-dir. Heç birinə aid deyil. Çünki 30-40-cı illərdən söhbət edir. Nadir Şahın sui-qəsd nəticəsində söndürülməsi 1747-dir. Aid olacaq C-yə 40-cı illərdir. Daha sonra Şamaxı şəhərinin Ağsu şəhərinə köçürülməsi 1734-dür bu. Bu da D olacaq. Osmanlıların Türkiyə Etməcinin döyüşünə məğlub edilməsi 1735-dir. Bu da Y-yə aid olacaq. D, Y, A, C. Yoldaşlar, bu testlərdə bir dənə səhv yazsaq, ümumi testi səhv götürülür. Onun üçün bu testlər işləyəndə diqqətli olmaq lazımdır. Xronologiya, daha doğrusu mənbəni oxuyuruq. İbrahim Xəlil xanın Kürəkçay müqaviləsinin bağlamasıdır. Siz mənbəni oxuyarsınız, mən cavabları deyəcəm sadəcə. Mənbədə bəhs olunan xanlığı müəyyən edin. Xanlıq İbrahim Xəlili gördüyümüz anda artıq bilmək ki, İbrahim Xəlil xanın söhbət Qarabağ xanlığından gedir. Kürəkçay müqaviləsi Qarabağa aiddir. Yəni ən azından mənbə sualın 3 dənəsində düz yazan məsələsi. Yəni bir dənə sualı 28-ci sual elə olur ki, o ya dövləti soruşur, ya hökmdarı soruşur, ya sülh müqaviləsinin adını soruşur. Yəni bunu mütləq yazmalısınız yoldaşlar. Burada bunun İbrahim Xəlilə aid olmasını və yaxud da Qarabağ olmasını göstərən nə ipuçları var? İbrahim Xəlilin Qarabağın xanı olması, Kürəkçay müqaviləsi bilmək ki, Qarabağ Şəkidir və Şəkidir, Şamaxıdır, Şəki xanlığıdır. Şamaxı Kürəkçay müqaviləsinə oxşar müqavilə idi. Onu yadınızda saxlayın. Bunların hamısını bildirinizdə Qarabağa yazırıq, bura Qarabağı yazırsınız və bir dənə ən azından situasiyadan düz yazmış olursunuz. 29. Mənbədə bəhs olunan xanın Rus generalı ilə görüşməyə razılıq verməsinin məqsədlərinin ikisini yazın. İbrahim Xəlil xan birinci qorxurdu. Niyə? Birinci nə ola bilər sizcə? Daxili müstəqilliyini qorumaq istəməsi. Daxili müstəqilliyini qorumaq istəyirdi. Onun üçün razı olmuşdu. Bir də ki, orada olan məclisləri neytrallaşdırmaq, məclisləri mərkəzi hakimiyyətə tabe etmək üçün. Daha sonra 30-cu sual. Mənbədə bəhs olunan müqaviləyə əsasən Rusiyanın xanlıq qarşısına götürdüyü 2 öhdəliyi yazın. Xanlığın daxili müstəqilliyinin saxlanılmasına zəmanət vermişdi, öhdəlik götürmüşdü ki, xanlığın daxili müstəqilliyi qalacaq. Bir də ki, xan hakimiyyətinin saxlanmasına imperator zəmanət vermişdi. İmperator zəmanət vermişdi ki, xan beləliklə hakimiyyəti toxunulmayacaq. Yəni bunları yazmaq olardı.